Goranboyda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Ulu Öndərin şəhər mərkəzində ucaldılmış abidəsi Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qaziləri və rayon ictimaiyyəti tərəfindən ziyarət olunaraq daha şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edildi. Gözlerinde açılır bu milletin seheri, senin adınla bağlı bu halkın her zaferi. Gülistana çevrilir yurdun kendi şehri. Heydər Əliyev mərkəzində ümummilli lider Heydər Əliyevin xalqına həsr etdiyi mənalı həyat yolunu əks etdirən fotostendlərə, video çarxa və əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Azerbaycan deyəndə səni düşünürük biz. Azadlığı inamı xalqa sən bağışladın. Sən elə bir Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar icra başçısı rayonun digər rəhbər şəxsləri, şəhid ailələri və qazilərin iştirakı ilə ağac əkmə aksiyası keçirildi. Səninlədir gələcək. Ne kadar Azerbaycan, ne kadar bu millet var. Heydər halkım diyecek, halk Heydər söyleyecek. Heydər halkım diyecek, halk Heydər söyleyecek.